Bu heykəller Nizami Gəncəvinin Xəmsiyə daxil olan 5 poemasının 5-inə də aid burada nümunə var. Bu 7 gözəl əsərindendir. Sizə dedim ki, Bəhramşah 7 gözəl, dünyanın müxtəlif ölkələrindən 7 gözəl gətirir, həyətində 7 günbəz tikdirir, hərəsini bir rəngə boyuyur, hər gün bir qızın yanında qalır, hər gün də bir qız ona bir nağıl danışır və öz ölkəsinin nağılını danışır. Və bu 7 rəqəmin müqəddəsliyi birbaşa İslamçılığa söykənir. Və bu fitnə Türk qızıdır. Türk qızı öz ağlı ilə, öz fərasəti ilə Bəhramşaha ibrət dərsi verir. 7 gözəlin gözəlliyi Bəhramşahı yolundan çıxara bilmir, amma Türk gözəlinin ağlı Bəhramşahı yolundan çıxarır. Bu da türkçülük deməkdir. Türk millətini həmişə qaldırıbdır, tərifləyibdir. Türk hökümdarlarını qalib, Fars hökümdarlarını məğlub göstəribdir. Bax, bu 7 gözəl. Bu isə Xosrov Bəşirin əsərindən Fərhaddır. Fərhad İnstitutun dağını çapır ki, Xosrov şirini ona verəcək. Xosrov şirini Fərhada verməmək üçün özü onu sevir, amma Şirin onu sevmir. Çünki Xosrov başqa bir Suriya hökümdarının qızı ilə evlənmişdi. Fərhada yanına adam göndərir ki, bəs Şirin ölüb. O isə orada da bir külüklə özünə vurur, ölür. Yəni gözəl bir əsərdir. Əbədi məhəbbətdir. Təmiz məhəbbətdir, ideal qadındır. Quyruq deyir, hilə gəldi. Gördün mü burada? Məqsədinə çatdı hiləgər burada. Zamanə bir qoca dişi qoyundu. Uyma quyruğuna, işi oyundu. Taleyin quyruqsuz bir ulduz ikən quyruq tək arxaya ne için düşürsən? Yəni canavarı öldürmək üçün çoban qoyunu kəsir, onun quyruğunu atır ora. O quyruğu iynəgər və onu öldürür. Gözəl bir bənzətmədir. Yəni bayaq deyirəm, Nizami dərindir. O dərinliyə heç biri yanından keçməmişəm hələ. Bu da İskəndərnamə əsəridir. Məşhur Nüşabə hökümdardır, bu da İskəndərdir. Elçi sifəti ilə, yəni diplomat elçi deyəndə siz düşündüyünüz elçi də öyle. Gəlir İskəndərin yanına, qılıncını belindən çıxartmır, girəndə baş əymir. Nüşabə başa düşür ki, bu hökümdar özüdür. Bu elçi deyil. Deyir, o göndərilən deyil, sən göndərənsən. Erkək tinətliyəm olsam da qadın, hər işi bəllidir mənə dünyanın. Mən də bir aslanam, düşünsən biraz, aslanın erkəyi dişisi olmaz. Bu da qadın azadlığı, demokratiya, qadın hakimiyyəti, AXC dövlətində qadınlara səs vermə hüququ buradan götürülürdür. Bu da Nizami gəlir. Bu da Nuşiravanla Baybuşların söhbəti. Baxın uşaqlar. Nuşiravanla Baybuşların söhbəti Sirlər Xəzinəsi əsərində 20 kiçik hekayət var. Hekayət şeirlə yazılmış hekayə deməkdir. Bunlardan biri kərpiç kəsən kişi, biri yaralı uşaq, biri Sultan Səncərvəqarı, biri də Nuşiravanla Bayquşların söhbəti. Bir gün vəzir, baxın o vəzirdir, o isə şahdır. Ova çıxırlar, gəlirlər bir xaraba kəndə çıxırlar. Xaraba kəndə çıxanda görürlər bayquşlar danışır. Güya bu vəzir quş dili bilir. Hökümdar vəzirə sual verir, o bayquşlar nə danışır? Deyir, o bayquşa deyir ki, qızını mənim oğluma ver. O da deyir, versəm əvəzində mənə nə verəcəksən? Deyir, 12 dənə xaraba kənd istəyirəm. Deyir, nə qədər ki, Nuşiravan şah bizim padşahımızdır, sənə nə qədər istəsən xaraba kənd verirəm. Və padşah düşünür ki, mən müharibələr eləyirəm və mənim müharibələrimdən evlər xaraba qalır. Və bayquşlar faydalanır, bir-birlərinə peşkəş eləyirlər bu xaraba kəndləri. Qızlarda cehiz verirlər. Və bununla da Nizami Gəncəvi hökümdarlara ibrət dərsi verir ki, müharibə etməyin, müharibələr ancaq bayquşlara. Bu da Leyli və Məcnun əsəridir. Leyli və Məcnun ilk dəfə Nizami yazıb, görürsünüz mü? Leyli, Məcnun. Yəni bu bir ictimai məna var burada ki, insanlar o qədər anlamırlar ki insanı, gedib meşədə ən vəhşi heyvanlarla təhlükəsiz şəraitdə, vəziyyətdə yaşayan oğlan insanların arasında yaşaya bilmir. Onu vəhşi heyvan parçalamır, amma onu insan paltarında görünən insanlar parçalayır, didir və məhv edir. Yəni burada həm də insanın təbiətlə bağlılığı, insanın heyvanlarla o münasibəti, isti münasibəti, bütün bunlar hamısı gözü. Yəni Məcnun bilirsiniz ki, eşq dəlisidir, məhəbbət dəlisidir. Leyliyə qovuşa bilmir. Bu da əbədi bir məhəbbətdir. Bax, bu qədər uşaqlar, görürsünüzmü? Bunlar hələ azdır da, çox belə cüzidir əsərlərə görə. Daha dərin əsərlər var. Bax, mən deyirəm oxuyun, gedin kitabxanada oxuyun. Telefon əllərində TikTok'dadılar.